Yetkin bir insan idman etməklə və ya iş həyatında yüksəlməklə, düzgün qidalanmaq və ya geyim tərzinə diqqət etməklə, dünyanı səyahət etməklə, bu qüsursuz həyat tərzini dəyişmədən necə daha da yaxşı ola bilər? 300 ildir ki, biz yaxşı insanlara olduqlarından daha yaxşı olmaları üçün dürüstlüklə, qardaşlıq sədaqəti ilə, qardaşlıq sevgisi ilə yaşamağa və xidmət etməyə and içərək kömək edirik. Onlar ailələrin olduqları qədər bir-birlərinə və bizim alicənab məsləyimizə də sadiq olan qardaşlardır. Nəticədə biz insanların sadəcə olduqlarından daha yaxşı olmaları üçün deyil, onların mason olmalarına çalışırıq. Sadəcə bir insan deyil, bir mason olmaq mükəmməllikdir.